Salam, hər vaxtınız xeyir olsun. Qaraciyərinizin sağlam olması üçün bu sıyıqları yeyin. Hamınızı xoş gördüm. Əvvəlcədən videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza təşəkkürümü bildirirəm. Birincisi, yulaf əzməsi. Yulaf əzməsi nəinki həzm sistemi işini yaxşılaşdırır, eyni zamanda qastrit, xoraq xəstəliyi, pankreatit kimi xəstəliklərdə simptomların yüngülləşməsinə səbəb olur. Yulaf əzməsindən istifadə etdikdə qaraciyər problemlərində diyetə kimi əvəz olunmazdır. Yulaf əzməsi maddələr mübadiləsi və həzm sisteminin işini yaxşılaşdırır, glikemik indeksi kifayət qədər aşağı salır. İkincisi, qarabaşaq yarması. Qarabaşaq yarmasından mütəmadi olaraq istifadə etdikdə həzm sisteminin işi yaxşılaşır, bağırsaqların və qaraciyərin işi yüngülləşir, bədəndən toksinlər xaric olur. Eyni zamanda qarabaşaq yarmasından istifadə etdikdə ödün ifrazı sürətlənir, qaraciyərin effektiv işi baş verir, artıq çəki bədəndə azalır və xolesterin səviyyəsi normallaşır. Qaraciyərin təmizlənməsində məşhur bir resept var. Qarabaşaqla kefirin birgə resepti. Bunun üçün qarabaşağı isti suda isladıb, dərin bir qaba tökürük, üzərinə kefir əlavə edirik, soyuducuya qoyuruq. Axşamdan səhərə kimi soyuducuda qaldıqdan sonra səhər soyuducudan çıxartıb otaq temperaturunda isidirik. Bu suyu yeyirik, üzərindən bir stəkan isti suyu içmək lazımdır. Növbəti qida qəbulu 1 saatdan tez olmamalıdır. Bu resepti 10 gün təkrar etmək lazımdır. Bu resept vasitəsilə qaraciyərinizdəki yağlar və toksinlər təmizlənəcək. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.